Baxın, bu gördüyünüz Story Inaret çeşididir və M9 üzərində yetişdirmişik. Və bu il aprel ayının əvvəllərində əkilmiş bağdır. Əkin üçün gec bir vaxt olsa da, lakin maşallah olsun, çox gözəl şəkildə nəticə ala bilmişik. Baxın, standart olaraq 4-cü simə ağaclarımız çatıb. Bəziləri hətta görürsünüz ki, 4-cü simi də keçib. Və yan budaqlarını da normal şəkildə ala bilmişik. Baxın, hətta bağlama işlərini, yaxın gəl biraz, bağlama işlərini də biz aparmışıq. Və əlavə olaraq hərəsinin üzərində də 1-2 alma da saxlamışıq. Baxın, bunu əslində etməyə də bilərdik, lakin ağaclarımız buna imkan verdiyi üçün biz bunu yoxlamaq üçün saxlamışıq. Story Inaret özü gözəl bir çeşiddir. Rəngi hələ tam almayıb, bunun yetişməyinə hələ var. Rəngi tünd qırmızı olacaq. Hardasa buna zoğal rəngi və yaxud rusca bordovu, türkçə bordo rəngi deyirlər. Çox gözəl bir rəngdir. Bərkliyi də çox gözəl bir almadır. Qalıcılığı isə adi soyucularda 3 dərəcə temperaturda 8 aya kimi qala bilir. Xüsusi şəraitdə soyucularda isə daha çox qala bilir. Şirinliyi isə normal alma üçün çox gözəldir. 13-14-dür bir ikisi. Bilirsiniz ki, alma xərc tələb etməyinə görə, maya dərinin çoxluğuna görə Gizelladan sonra ikinci yerdə yerləşir. Bunun da əsas səbəbi beton dirək sisteminin quraşdırılması, yəni beton dirək sisteminin vacib olması, ikinci də tink sayının çox olmasıdır. Lakin bu mənfi cəhət kimi baxsaq da, əsas üstün cəhətlərindən biri də almanın tez məhsula düşməsidir. Yəni, əgər hər bir şey normal olarsa, biz artıq ikinci ilindən hər ağaca 4 kiloqramdan 7 kiloqrama qədər alma saxlaya bilərik. Və bu da əgər 4-ün biri əkin sxemi ilə əkilsə 2500 ağaca 10 tondan 17 tona qədər deməkdir. 3-ün 5-in 80 sm əkildikdə isə ağac sayı 3580 olur və tonaj isə ümumi 14 tondan 24 tona qədər məhsul almaq olur. Bütün bunları yuvarlaqlaşdırsaq, biz orta hesabla normal, hər bir şey normal getsə, ikinci ilində artıq 12-14 ton rahat şəkildə məhsul almalıyıq. Əgər əkdiyiniz bağda artıq ikinci ildə normal məhsul yoxdursa, ümumiyyətlə 2 ton, 3 ton, ümumiyyətlə az məhsul varsa, demək ki, bu bağda nəsə düzgün getmir. Ona görə də mütləq şəkildə bağ əkərkən birinci ağacların sağlamlığı çox önəmlidir. Ağacların köklərinin xəstə olmaması, ağacların sağlamlığı, ağacların boyları mütləq şəkildə önəmlidir. Məsəl üçün, biz bu bağı salarkən bu 5 ayın nəticəsidir. Yəni, bu tinkləri biz tinkçiliyimizdən çıxardanda bunların boyları artıq görürsünüz ki, bax 2 metr boyları var idi. Və normal şəkildə də artıq boyunu da aldıq və yan budaqlarını da aldıq. Bu çox önəmlidir. Yəni, bu ağacların sağlamlığı çox önəmlidir. İkinci məsələ, ağaclar sağlam olsa belə, qulluq çox önəmlidir. Yəni, əgər ağaclar sağlamdır, amma qulluq normal şəkildə getməzsə, vaxtında gübrələnmə, həşəratlardan və yaxud da göbələklərdən qorumaq üçün profilaktik tədbirlər və yəni pestisidlərdən doğru şəkildə istifadə olunmazsa, suvarılma düzgün şəkildə getməzsə, ağac təbii ki, cılız qalacaq və gözlədiyiniz məhsulu ala bilməyəcəksiniz. Təbii ki, bu da sonda çox pis təsir eləyəcək. Ən vacib məqamlardan biri də M9 calaqaltısının alaq otlarına qarşı xüsusi həssaslığıdır. Çünki bu calaqaltılarda kök sistemi səthidir, yəni əsas kök sisteminin 80%-i 20 sm-dən 60 sm məsafəsində yayılır. Bu da alaq otlarının kök sistemlərinin inkişaf etdiyi bir intervaldır. Bu da o deməkdir ki, alaq otları bax, bu ağaclara qarşı rəqib olur və ağaclara verdiyimiz su ehtiyatını, qida ehtiyatını həmçinin də alaq mənimsir. Ona görə mütləq şəkildə M9 olsun, Gizella 6 olsun, calaqaltıların alaq otları, yəni dibləri təmiz olmalıdır ki, ağaclar zəiflənməsin. Bütün bunlar qorunarsa, normal şəkildə ikinci ilində biz 10 tondan 15 tona kimi, 17 tona kimi məhsul ala bilərik. Bu da qoyulmuş xərclərin kifayət qədər hissəsinin ödənilməsi deməkdir. Lakin çox təəssüflər olsun ki, mən bu illəri bir neçə bağda oldum. İkinci ilin, üçüncü ilin bağları olmasına baxmayaraq, nəticələr heç də ürək açan deyildi. Demək olar ki, məhsuldarlıq sıfıra bərabər idi. Əsas səbəb isə ağacların cılız qalması, zəif qalması, boylarının aşağı olması, alçaq olması, yan budaqlarının ümumiyyətlə olmaması nəticə etibarilə fermerin artıq ikinci, üçüncü ildə məhsul almamasını gətirib çıxardır ki, bu da çox böyük bir zərərdir. İzlədiyiniz üçün təşəkkür edirəm. Növbəti videolarda görüşənədək.